İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib. Hazırda mərkəzin monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı isə 24 olub. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib. Onun sözlərinə görə dövlət proqram idarə etməsi üzrə mərkəz tərəfindən vahid elektron hesabatlılıq portalı yaradılıb. 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib. İndikator əsaslı planlaşdırma üzrə 260-dan çox görüş keçirilib. İndiyə qədər hazırlanan monitoring qiymətləndirmə hesabatlarının sayı isə artıq 126-ya çatıb. Ötən il biz həm də vahid elektron hesabatlıq portalını formalaşdırmışıq və bir məsələni qeyd etmək istəyirəm ki, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi dünya təcrübəsində ilk olaraq monitoring qiymətləndirmə institutunu nəinki tam rəqəmsallaşdırmışdı, hətta biz süni intellekt texnologiyalarından da istifadə etməklə bunu bir kəmiyyət və keyfiyyət olaraq daha üst mərhələyə keçirmişik. Vüsal Qasımlı diqqətə çatdırıb ki, layihə idarə etməsi modulu vasitəsilə təxminən 1500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib ki, bu da risklərin vaxtında müəyyənləşdirilməsinə imkan verir. Dövlət proqram idarə etməsində tətbiq etdiyi yeniliklərlə mərkəz nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən ondan artıq beynəlxalq mükafata layiq görülüb. Modul dövlət proqramlarında nəzərdə tutulan layihələrin hazırlıq və planlaşdırma, icra və başa çatdırılma mərhələlərində monitorinq eyni zamanda risklərin effektiv idarə edilməsinə, layihələrin və ümumi proqramların beynəlxalq kriteriyalar əsasında qiymətləndirilməsinə texnoloji dəstək verir. Ümumilikdə mən qeyd etmək istəyirəm ki, ötən il elə bu zalda biz bir neçə xarici beynəlxalq heyəti qəbul etmişik. Onlar Azərbaycanın monitorinq qiymətləndirmə sahəsində əldə etdiyi təcrübəni öyrənmək üçün bura təşrif buyurmuşdular. Mətbuat konfransında vurğulandı ki, 2025-ci ildə mərkəzin azexport.az platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb. 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub. Enterprise Azərbaycan portalında 141 startap və 15 ölkə üzrə iştirak qeyd alınıb. Bir pəncəli ixracat dəstək mərkəzinə isə 3451 sahibkar müraciət edib. Ötən Startup School 3 layihəsi həyata keçirilib. Və bu layihə qlobal layihədir. Biz İpək yolunun üzərində yaşıl və rəqəmsal akselerasiya proqramını həyata keçirdik. 15 ölkə bu layihədə iştirak elədi. 141 startup artıq bundan əvvəl qeyd etdiyimiz kimi müraciət eləmişdi. Ümumilikdə 1500-dən artıq iştirakçı olmuşdu. Biz 30-dan çox beynəlxalq mentoru bu layihəyə cəlb etmişdik. Yerli və beynəlxalq tərəfdaşlarımızın sayı isə 38 olmuşdu. İnsan resurslarının inkişafı məqsədi ilə mərkəzin əməkdaşlarının 40-dan çox beynəlxalq təlimdə iştiraki təmin olunub. 570 könüllü proqramlara cəlb edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib.